Şəhid büstü üzərindəki güllər oğurlanıb. Vətən müharibəsi şəhidi kapitan Həmid Cəfərlinin yaşadığı evin qarşısında büstün üzərindəki güllər oğurlanıb və bildirilir ki, bir neçə dəfə təkrarlanan hadisədən sonra ailə təhlükəsizlik kamerası quraşdırıb. Nəticədə görüntülərdən gülləri aparan şəxsin təxminən 65-70 yaşlı qadın olduğu müəyyən edilib. Şəhidin ailəsi həmin qadından şikayətçi olmayıb. Sözügedən hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır. Qeyd edək ki, kapitan Həmid Kərimoğlu Cəfərli 5 oktyabr 2020-ci ildə Füzuli rayonunun Pirəhmədli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, hərbi memorial məzarlıqda dəfn olunub. Ölümündən sonra prezidentin sərəncamları ilə vətən uğrunda igidliyə görə Cəbrayılın azad olunmasına görə, Füzulinin və Xocabəndin azad olunmasına görə medalları ilə təltif edilib. Allah rəhmət eləsin.